Hər vaxtınız xeyir. Bəli, Bakı Dövlət Peşə Təhsil Mərkəzində hazırda əmək yarmarkası keçirilir və yarmarkada 30 işə götürən tərəfindən 200 vakansiya təqdim olunur. Daha ətraflı məlumatı isə Bakı Regional Məşğulluq Filialının müdiri Habil Aliyev çatdıracaq. Habil müəllim, bu vakansiyalar kimlər üçün nəzərdə tutulur və daha çox hansı sahələri əhatə edir? Təşəkkür edirəm. Bugün Bakı Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı ilə sənaye və innovasiyalar üzrə Dövlət Bakı Peşə Təhsil Mərkəzi ilə birgə təşkil etdiyimiz yarmarka sırf sənaye və texniki sahələr üzrə olan ixtisasların sərgilənməsi həyata keçirilir. Burada işsiz və şaxtaran şəxslərə 300-dən çox vakansiya təqdim edirik, 30 müəssisə iştirak edir və buradakı işsiz və şaxtaran şəxslər sırf bu müəssisənin məzunları və son sinif məzun olacaq hansı ki insanlar iştirak edir və əmək bazarının tələblərinə uyğun peşə və bacarığı olan vətəndaşlarımız sahibkarlar tərəfindən qəbul olunur, ilkin müsahibə aparılır, uyğun olanların işə götürmə prosesi başlayır. Və digər bizim aktiv əmək məşğulluq tədbirlərimizdən fərqli olaraq burada sırf sənaye və innovasiyalar üzrə peşələr və bacarıqlar olan vətəndaşlara yönəlikdir. Burada kiber təhlükəsizlikdən tut, frezer, texniki sahələr üzrə, istehsal sahəsi üzrə, silah sənaye üzrə mütəxəssislərin iş axtarışı ilə bağlı biz vakansiyalar çıxartmışıq. Belə də sahibkarlar tərəfindən, işə götürənlər tərəfindən təqdim olunur. Maaş aralığı 400-2000 manat arasıdır. Uyğun maaş da var. Göstəricilər olaraq qatılım yaxşıdır. İnanırıq ki, işə götürənlərimiz özlərinə lazım olan kadrları burada tapacaqlar. Biz də məmnun olacağıq. Təşəkkür edirik. Hələlik bizim çatdıracaqlarımız bu qədər idi. Sözü sizə ötürürük.